Salam, hər vaxtınız xeyir olsun. Mən FES Akademiyanın informatika müəllimi Məhluqə müəllim. Bugün sizlərə qraf informasiya modelinə aid sual tipi ilə qarşınızdayım. Hansı ki, bu sual tipi daha əvvəldən MİQ imtahanına düşmüş bir tipdə suallardandır. Deməli, sual belədir. Verilmiş qraf informasiya modelində A təpəsindən Z təpəsinə, Y və F təpələrindən keçməməklə neçə müxtəlif yol var? A-dan Z-ə getmək istəyirəm və mən Y və F-dən getməyəcəm. Deməli, Y və F təpələrinə gələn bütün oxları silməliyəm. Mən həmin bu məntəqələri yox eləməliyəm. Aha, gəlin edək. Baxın, ilk birinci Y-yə gələn və Y-dən çıxan bütün oxları silirəm. Çünki keçməməklə deyir. Bir də ki, F-ə gələn və F-dən çıxan bütün oxları silirəm. Aha, bütün oxları sildim. Всё. F-ə gələn, Y-yə gələn, F-dən çıxan, Y-dən çıxan. Bütün oxları sildiyimə görə başlaya bilərəm. A təpəsindən çıxan oxların üzərinin hər birinə 1, 1, 1 qeyd edirəm. B-yə 1 daxil olub, deməli B-dən 1 çıxacaq. Daha sonra C-yə 2 daxil olub, deməli C-dən 2 çıxacaq. Aha, D-dən heç nə çıxmır. Çünki həmin o oxu silmişik biz. Çünki Y və F-dən keçməməli deyirik. C-yə baxırıq. C-dən çıxanın üzərinə də təbii ki, dedik ki, C-yə 2 daxil olubsa, təbii ki də C-dən neçə çıxmalıdır? 2 çıxmalıdır. Aha, C-dən çıxanların üzərinə də 2 yazıram. Daha sonra K-yə 2 daxil olub, K-dan 2 çıxacaq. 2, 2. Daha sonra T-yə 2 daxil olduğu üçün T-dən 2 çıxacaq. Və L-ə 2 buradan, 2 buradan 4 daxil olduğu üçün 4 çıxacaq. Aha, yenidən dediyi və getdiyim kimi burada T-dən 2 daxil olmuşdu deyə hər oxlarından 2 çıxmışdı. Y-yə, yəni Y-ə 2 daxil olub deyə hər təpəsindən 2, 2 çıxacaq. U-ya 4 burada, 2 burada. 6 daxil olduğu üçün 6 çıxacaq. Və nəticədə Z-ə 6 plus 2, 8 çıxmış olacaq. Deməli, 8 müxtəlif yol var. Bu sualımız belə. Keçək növbəti suala. Növbəti sualda təxminən bu stildədir, amma biraz bunun asanlaşdırılmış versiyasıdır. Aha, deyir ki, qraf modelinə əsasən A təpəsindən F təpəsinə neçə müxtəlif yolla getmək olar? Bu səfər artıq heç bir sərhədi qoyulmayıb. Normal qaydada işləyəcəyik. A-dan çıxan oxlarının üzərindən hər birinin üzərinə 1, 1, 1 yazıram. B-yə 1 daxil olub, B-dən çıxanların üzərinə 1 yazıram. C-yə 1 daxil olub, C-dən çıxanların üzərinə 1 yazıram. D-yə 1, 2, 3 daxil olduğu üçün çıxan oxların üzərinə 3 yazıram. M-ə 4 daxil olub 4 çıxacaq. Y-yə isə 1 daxil olub 1 çıxacaq. Ən sonda F-ə daxil olan qolları sayıram. Deməli 1, 3, etdi 4, plus 4, etdi 8 ədəd. Deməli 8 müxtəlif yolla getmək olar. Təsadüfə baxın, hər iki misalda da eyni cavab. 8, 8. Belə müəllimlər, növbəti izah videolarımızda və təbii ki, imtahan tipli sualların izahlarında görüşmək ümidi ilə hələlik.